Gəlin bugün sizə günahsız məhbus Misir Qasımlıdan danışaq. Misir Qasımlı kimdir? Nə üçün həbs edilmişdir? Misir Qasımlı iyunun 2-si 1993-cü ildə Qərbi Azərbaycanda dünyaya gəlmişdir. O, 3 yaşından Rusiyada yaşamış, orada işləmişdir. Azərbaycanda hərbi xidmət borcunu yerinə yetirdikdən sonra işləmək məqsədi ilə yenidən Rusiyaya yollanır. 44 günlük müharibə dövründə vətənini darda qoymamaq üçün Azərbaycana gəlir. Döyüşlərdə canı, qanı bahasına iştirak edir. Kəlbəcərin azad edilməsində xüsusi şücaəti ilə seçilən Misir, Kəlbəcərin azad edilməsinə görə medalı ilə tərtib edilir. Müharibədən sonra Qarabağ qazisi Misir bir şirkətlə müqavilə bağlayaraq Ukraynaya yola düşür. Onu Ukraynada hava limanında saxlayıb saatlarla sorğu-sual edirlər. Daha sonra isə sərbəst buraxırlar və Misirin məhkum həyatı ermənilərin onu 4 ağır maddə ilə şərləyib həbs həyatına məhkum etməsindən sonra başlayır. Biz Misirin yanındayıq. Misirin azadlığı üçün əlimizdən gələni edirik. Bu yolda bizə dəstək olun. Gəlin birlik olaq. Bu haqsızlığa, ədalətsizliyə son deyək və Misir